dehqanə nə borcum? Yağmadı yağış, bitmədi bir danə nə borcum? Deyir ki, əgər çöldə sənin vəziyyətin yaxşı keçməyibsə, bunun deyir dehqana deyir nə dəxlisi var? Yəni dehqanın nə borcuna ki? Bir dənə də deyir yağışın yağmayıbsa, bir dənə də deyir ki, dənin deyir bitməyibsə, yəni bu deyir mənim borcuma deyil. Əsdi qara yel çəltiyə bostanə nə borcum? Deyir, əgər qara yel əkibsə, bunun çəltiyə bostana deyir, yəni mənim borcuma deyil. Maraqlı deyil də buna ümumiyyətlə əkinçinin vəziyyəti. Getdi mənə nə fəhləliyin badə əkinçi. Yəni deyir, yağış yağdı, bostanında bir dənə də dənin bitmədisə, qara yel çəltiyini belə bostanını məhv etdisə, bunun deyir ki, yəni sənin fəhləliyin, bu qədər fəhləliyin bada zaya gedibsə, lağ-lağ danışıb, yəni mənə dəxli yoxdur. Lağ-lağ danışıb başlama fəryada əkinçi. Yəni boş-boş lağ-lağ danışıb deyir, fəryad etməyə başlama deyir əkinçi. Aldı dolu